Sehirli pencək, Dino Buzzati. Yaxşı geyinməyi xoşlasam da, adətən başqalarının geyimlərinin düzgün tikilib tikilmədiyinə o qədər fikir vermirəm. Amma bir axşam, bir ziyafət zamanı Milanda bir evdə tanıdığım 40 yaşlarında görünən bir kişi paltarının sadə gözəlliyi ilə tam mənada çevrəsinə işıq saçırdı. Kim olduğunu bilmirdim. İlk dəfə idi qarşılaşırdım. Tanış edildiyimiz zaman bu vəziyyətlərdə həmişə olduğu kimi adının mənasını başa düşə bilməmişdim. Amma gecə boyunca bir ara yan-yana düşdük və biraz danışdıq. Seçkin, mədəni bir insana bənzəyirdi, amma yenə də bir kədərlə çevrələnmişdi. Bəlkə də ölçüsüz bir yaxınlıqla Tanrı qüsurumu bağışlasın. Onun paltarını öydüm və dərzisinin kim olduğunu belə soruşdum. Adamın üzündə bu sualı gözləyirmiş kimi qəribə gülümsəmə yarandı. Demək olar ki, heç kim tanımır dedi. Amma usta bir dərzidir. Ürəyi istəyəndə işləyir. 3-5 müştərisindən başqa heç kimə tikməz. Görəsən mənə də bir yoxlayın, adı Cortiselladır. Alfonso Cortisella. Yeni Ferrara küçəsi 17-də qalır. Deyəsən bahaçıldır. Yəqin ki, amma inanın ki bilmirəm. Bu kostyumu 3 il əvvəl tikib mənə, hələ də mənə hesabı göndərməyib. Deməli Cortisella, Ferrara küçəsi 17. Hə? Hə deyə cavab verdi kimliyini bilmədiyim adam. Sonra başqalarının yanına getmək üçün məndən uzaqlaşdı. Ferrara küçəsi 17-də bir-birinə bənzəyən bir çox dərzixana tapdım. Alfonso Cortisella'nın dərzixanası da bir çox dərzixanalar kimi idi. Qapını özü açdı. Yaşlı biri idi. Saçları qaraydı, amma görünür rəng qoymuşdu. Düşündüyümün əksinə çətinlik yaratmadı. Amma müştərisi olmaq istəyim elə bil onu narahat etmişdi. Ünvana necə aldığımı danışdım. Tikməyini təriflədim. Mənə bir kostyum tikməsini istədim. Boz yunlu bir parça seçdik. Ölçülərimi götürdü. Yoxlanış üçün evimə gəlməyi təklif elədi. Tikişin qiymətini soruşdum. Qaçaqaç deyil, razılaşarıq dedi. Nə mülayim insandır dedim öz-özümə. Amma daha sonra evə dönərkən yaşlı adamın içimdə bir sıxıntı oyandırdığını hiss elədim. Qısacası onu bir daha görmək istəmirdim. Nə var ki, bir dəfə sifariş eləmişdim. 20 gün sonra hazır olmalıydı. Paltarı gətirəndə geyinib bir saniyəlik aynanın qarşısına keçdim. Mükəmməl idi. Amma içimdə yeni paltarı geyinmək istəyi yox idi. Səbəbini bilmirdim. Bəlkə də sevimsiz qocanı xatırlatdığı üçün belə idi. Həftələrcə geyinməməyə qərar verdim. O günü heç unutmayacağam. 1 aprel səhəri idi və yağış yağırdı. Kostyumu, şalvar, pencək, jilet geyinəndə yeni paltarlarda demək olar ki, olduğu kimi sıxan və ya düz olmayan bir yerin olmadığını görüb sevindim. Bədənimə qüsursuz bir biçimdə oturmuşdu. Pencəyin sağ cibinə adətən heç nə qoymuram. Portmanatımı həmişə sol cibimə qoyuram. Bu səbəbdən də bir neçə saat sonra büroda yanlışlıqla əlimi sağ cibimə salanda əlim bir kağıza dəyəndə çaşdım. Yoxsa dərzinin hesab xəttkeşi idi? Deyildi. 10.000 liretlik bir kağız pul idi. Fikrim qarışmışdı. Pulu heç şübhəsiz mən qoymamışdım. O biri tərəfdən də dərzidən sonra paltara yaxınlaşmaq ehtimalı olan təmizlikçi qadının da mənə belə bir hədiyyə verməsini düşünmək absurd olardı. Bəlkə saxta pul idi. İşığa tutdum və digər pullarla qarşılaşdırdım. Bundan yaxşısı can sağlığı idi. Yeganə izah olaraq geriyə Cortisella'nın dalğınlığı variantı qalırdı. Bəlkə də bir müştərisi gəlib hesabı ödəmişdi və o sırada yanında portmanatı olmadığından pulu ortalıqda qoymamaq üçün bir soxadan asılı pencəyimin cibinə qoymuşdu. Belə şeylər ola bilərdi. Zəngi basıb sekretarımı çağırdım. Cortisella'ya bir məktub yazıb mənim olmayan pulu geri göndərəcəydim. Amma səbəbini bilmirəm. Nədənsə əlimi yenə cibimə saldım. Nə olub, xəstə deyilsiniz ki, deyə soruşdu o sırada otağa girən sekretarım. Ölülər kimi ağappaq olmuşdum. Cibimdəki barmaqlarımın ucuna yeni bir kağızın kənarı dəymişdi. Amma biraz əvvəl heç bir şey yox idi. Heç nə dedim. Başım fırlandı biraz. Arada olur. Yəqin yorğunluqdandı. Siz gedə bilərsiniz. Bir məktub yazacaqdım. Sonra yazarıq. Kağızı sekretar getdikdən sonra cibimdən çıxartmaq ürəkliyini göstərə bildim. Yenə 10.000 liret idi. Bundan sonra 3-cü dəfə yoxladım. 3-cü dəfə də pul çıxdı. Ürəyim tez-tez döyünməyə başlamışdı. Sirli səbəblər nəticəsində uşaqlara danışılan, amma gerçək olduğuna heç kimin inanmadığı bir nağla qarışdığım hissinə qapılmışdım.
Özümü pis hiss etdiyim bəhanəsilə bürodan çıxıb evə getdim. Tək başıma qalmaq istəyirdim. Xoşbəxtlikdən gündəlikçi qadın çoxdan getmişdi. Qapıları bağladım, pərdələri bağladım. Bütün sürətimlə cibimdən dalbadal bitib tükənməyən pulları çıxartmağa başladım. Möcüzənin hər an sona çatacağı qorxusuyla böyük bir əsəb gərginliyi içində çalışırdım. Axşam gecə boyunca işləyib milyardlar qazanmaq istəyirdim. Amma müəyyən bir nöqtədə artıq gücüm qalmadı. Qarşımda dağ kimi bir pul yığını vardı. İndi önəmli olan bunları gizlətmək, heç kimin qoxu almamasını təşkil etmək idi. Xalı dolu köhnə bir çamadanı boşaltdım. Dəstə-dəstə pulları bir yandan da sayaraq dibinə yerləşdirdim. 50 milyondan artıq idi. Ertəsi gün qadın gəldikdən sonra oyandım. Qadın məni yataqda paltarlı görəndə şaşırdı. Bir gecə əvvəl çox içdiyimi, sonra da qəfildən yuxuladığımı söyləyərək gülməyə çalışdım. Yeni bir sıxıntı. Qadın heç olmasa fırçalamaq üçün paltarı çıxartmağımı istəyirdi. Tələsik getməli olduğumu, paltar dəyişəcək zaman qalmadığını dedim. Sonra eyni parçadan bir başqa kostyum almaq üçün bir hazır geyim mağazasına qaçdım. Gündəlikçi qadına bu kostyumu verəcəkdim. Mənimkini bir neçə gün içində məni dünyanın ən güclü insanlarından biri edəcək olan kostyumu isə güvənilən bir yerdə gizlədəcəkdim. Yuxumu görürdüm, yoxsa xoşbəxt idim? Ya da gərəyindən daha ağır bir taleyin yükü altında mı əzilirdim? Anlaya bilmirdim. Yolda yağmurluğun üstündən həmişə sehirli pencəyin orasını yoxlayırdım. Hər dəfəsində rahat bir nəfəs alırdım. Parçanın altından kağız pulun ürəyimə su çiləyən xışıltısı cavab verirdi. Amma gözlənilməz bir təsadüf nəşəli sevincimi qursağımda buraxdı. Səhər qəzetlərində bir gün əvvəl edilən bir soyğun xəbəri vardı. Bir bankın şöbələrdən topladığı gündəlik gəliri mərkəzi şöbəyə aparmaqda olan zirehli maşını Palmanova küçəsində 4 soyğunçunun hücumuna məruz qalmışdı. Şahidlərin dediklərinə görə qangsterlərdən biri özünə yol aça bilmək üçün atəş açmışdı. Yoldan keçənlərdən biri ölmüşdü. Məni çaşdıran oğurlanan pulun miqdarı olmuşdu. Düz 58 milyon. Mənim pulum qədər. Mənim gözlənilməz zənginliyimlə hardasa eyni zamanda meydana gələn soyğun hadisəsi arasında bir əlaqə ola bilərmi? Belə düşünmək mənasız idi. Üstəlik kor inanclarım yox idi. Amma yenə də hadisə çox məni çaşdırmışdı. İnsanın əlinə keçən nə qədər artırsa, istəyi də o qədər artır. Vərdişlərimin adiliyi diqqətə alınarsa, artıq zəngin sayılırdım, amma sərhəd bilməyən lüks bir həyatın cazibəsinə qapılmışdım. O gecə yenidən işə başladım. Bu dəfə daha təlaşsız çalışır, əsəblərimi daha az pozurdum. Əski sərvətimə 135 milyon daha əlavə olundu. O gecə gözümə yuxu girmədi. Bir təhlükənin ön sezimi idi, yoxsa haqsızca böyük bir sərvətə qovuşan birinin vicdan əzabı mı? Ya da qeyri-müəyyən bir peşmanlıq mı? Gün işaran kimi yataqdan qalxdım, geyinib qəzet almaq üçün küçəyə qaçdım. Oxuyan kimi nəfəsim tıxandı. Mazut anbarında çıxan qorxunc yanğın. Şəhərin mərkəzindəki San Clora küçəsində bir binanın yarısını yox eləmişdi. Bu alovlar böyük bir şirkətin içində düz 130 milyondan artıq pul olan kassasını da udmuşdu. Yanğında 2 yanğın söndürən ölmüşdü. Suçlarımı indi bir-bir saymağım mı lazım idi? Bəli, çünki pencəyim mənə qazandırdığı pulların cinayətdən, qandan, ümidsizlikdən, ölümdən gəldiyini, cəhənnəmdən gəldiyini artıq bilirdim. Amma içimdəki məntiq tələsi ağız büzərək mənim hər hansı bir məsuliyyətim olmasıyla razılaşmırdı. Beləcə şeytana uymaq çəkidə ağır gəlir, əlim elə asan cibimə girir və barmaqlarım son dərəcə sürətli bir istəklə hər dəfə bir pulun ucundan tuturdu. Pul, müqəddəs pul. Köhnə evi tərk etmədən qısa vaxtda böyük bir villa almışdım. Dəyərli bir rəsm kolleksiyam vardı. Lüks bir avtomobillə gəzirdim. Səhhətimlə əlaqədar işdən çıxmışdım. Bir-birindən gözəl qadınlarla dünyanın 4 tərəfini dolaşırdım. Pencəyimdən hər pul alanda yer üzündə utanc və acı verən bir hadisə olduğunu bilirdim. Amma həmişə məntiqli sübutlara söykənməyən, qeyri-müəyyən bir şuurla hərəkət edirdim. O biri tərəfdən cibimdən hər yeni pul çıxanda vicdanım biraz daha korlaşır, daha da çirkinləşirdi. Dərzimi? Borcumu öyrənmək üçün zəng elədim. Heç kim cavab vermədi.
Ferrara küçəsinə dərzini axtarmağa getdiyim zaman isə xaricə köçdüyünü söylədilər, haraya getdiyini bilmirdilər. Beləcə hər şey mənə xəbərim olmadan şeytanla bir müqavilə imzalamış olduğumu doğrulamağa çalışırdı. Günlərin birində illərdir qalmaqda olduğum binada 60 yaşlarında təqaüdçü bir qadının qazla boğulmuş cəsədi tapıldı. Bir gün əvvəl əlinə keçən 30 min lireti itirdiyi üçün canına qıymışdı. Artıq kifayət idi. Uçurumun ən dibinə yuvarlanmamaq üçün pencəkdən qurtulmalıydım. Bir başqasına vermək olmazdı, çünki bu üz qarası vəziyyət davam edərdi. Avtomobillə Alpların tənha bir vadisinə getdim. Avtomobili bir otlaqda qoyaraq meşədən yuxarı dırmandım. Heç kim yox idi. Meşəni keçdikdən sonra daşlı kəsəkli bir yerə çatdım. Burada iki div boyda qayanın arasında çantamdan uğursuz pencəyi çıxartdım. Üstünə benzin töküb yandırdım. Bir neçə dəqiqə sonra geriyə yalnızca külləri qaldı. Amma alovların son titrəyişi sırasında arxamdan sanki 2-3 metrə geridən bir insan səsi eşidilən kimi oldu. Çox gecdi, çox gecdi. Qorxuya qapılaraq bir ilan kimi geriyə qıvrıldım. Heç kim yox idi. Qayaların üstündə tullana-tullana bu uğursuz səsin sahibini ortaya çıxartmaq üçün ətrafı axtardım. Heç kəs yox idi. Qayalardan başqa bir şey yox idi. Qapıldığım qorxuya qarşılıq yenə də bir rahatlama hissi ilə vadiyə endim. Artıq azad idim. Üstəlik taley üzümə gülmüş, zəngin də olmuşdum. Amma otlaqda avtomobilim yox idi və şəhərə qaydanda o cazibədar villam da yox olmuşdu. Yerində satlıq bələdiyyə torpağı yazısı, şumlanmış bir tarla vardı. Bankdakı hesablarım da bilmədiyim bir səbəbdən sıfıra enmişdi. Kassadakı bir topa hissə sənədləri də yox olmuşdu. Köhnə çamadanda da tozdan başqa bir şey yox idi. İndi yenə min bir çətinliklə çalışmağa başladım. Çox çətin gəlir. İşin qəribəsi, qəfil bu vəziyyətə düşməyimə heç kim şaşırmış görünmür. Üstəlik hər şeyin daha sona çatmadığını da bilirdim. Günlərin birində qapının zənginin çalınacağını, açanda qarşımda üzündən əskik olmayan gülümsəməsi ilə hesabı bağlamağa gələn uğursuz dərzini görəcəyimi bilirəm.